Ha, MMA qurun tanıyırsan. Maşın sürən tamaşaçılar varsa qorxsun. Hə. Bu MMA quru yoxdurmu? Yes. Tanıyırsan MMA? Tanıyıram ha. Özü UK-dəndir. Jumper. O şeylə intervyu eləyib. Qardaşın adı nədir? DJ ilə. Mighty Mouse DJ ilə intervyu eləyib. Orada intervyuda ya live streamdə, daha doğrusu live streamdə, öz live streamində başlayıb İslamın zadının arxasınca danışmağa. Bunlar inbredlər, nə bilim nə. The heck? Amma belə funny olmaq üçün. Yes. Bunun əsas kütləsi şeylərdir də, belə nə bilim öz millətindən olanlar, Amerika zad oyan bu yan. Bunlar Yes. isə İslamın döyüşündən sonra deyib o nə qədər biz baxacağıq belə döyüşlərə, Həmzət kimi, İslam kimi bəstələn də, ay sizi inbredlər, nə bilim nə. Inbredlər Yes. burada açıqlamaq istəmirəm tamaşaçılarımız. Baxsınlar özləri. Ailə içi, nəsil içi çox olanlar. Yes. Əslində çox da kobud ifadə, onlar üçün kobud ifadədir. Elə bir dayısı qızınla evlənənə pis baxırlar. Ha, bizdən çox anormal bir şey deyil amma. Əvvəl deyildi, indi daha çox o. Amma Yes. anormal olmağı yaxşı bir şeydir əslində. Yaxşı bir şeydir, amma pis baxılmaq yoxdur da yəni. Hə, təhqir kimi Bizdən məsləhət deyil. Məsləhət deyil, mən. Yes. Frowned upondur bizdə. Ay sağ ol, yes. Məsləhət. Amma yaxşı bir şey dedi. No, deyil. Nə ehtiyac var yəni? Genetik xəstəliklər artıq. Deyir ki, nədir qardaşın adı? Teovan deyir ki, bir dənə qardaş zəng eləyib, deyir ki, bəs mən necə deyim buna? Bir xanımla münasibətdə olmuşam. Bəs övladımız olacaq bizim. Amma deyir bu yaxında fərqinə varmışıq ki, bəs bu mənim qazınım imiş. Yəni nə bilim, əmin qızı, dayım qızı imiş. Teovan da deyir ki, o uşağa that wizard needs at least bifocals. What is bifocals? Alçaq belə qalın qlaslar olur. Hə. Kör. Kətvə dəyməsinə. No. 5.75-dir. Kaş mən də elə bir minus yetdim. Bütün problemlər sağ olurlar. Yes. Gəldi UFC Doha. Buna görə DJ deyəsən bundan təsbih edib bunu ki, bu olmaz sözdür və biz bir yerdə stream eləyirik axı. Yes. Onun streamində deməyib, mən belə başa düşdüm ki, yəni onun sponsorları o yan bu yan deyir ki, qardaş bu iş deyil də, yəni sən onunla involve ola bilməzsən. Twitterdə ona görə yazıb ki, bəs Mighty Guru Show is over. Yaxşı olub amma. Quru belə bir hərəkət. Quru özü yaxşı olan da açığı. Mən elə həmin streaminə baxırdım. He was just having fun da, əylənirdi, olur belə. O qədər olur ki, adamın öz dostu tanışır, özü ortamda olmayanda onun haqqında nələrsə deyir. Həmin vaxtı qıraqdan ona qulaq assan incəyərsən. Amma belə söhbət edir də, yəni. Hamımız belə. Prosto bu biraz yaxşı söhbət eləməyib də. Yaxşı söhbət eləməyib və çoxlu hate kommentlər zadalıb o yan. Ona görə MMA Mighty podkastında deyəsən bir fasilə. Məncə burada qurunun eləyə biləcəyi odur ki, gedib İslamla danışıb üzr istəməlidir. Məncə İslam would understand it, to be honest. Çünki üzr istəməsə Çanko will come. Yes, və o yaxşı olmayacaq. Amma üzr istəsə, deyirəm sənə ki, onlar başa düşən oğlanda, elə görünürlər uzaqdan ki, ay yox, bu belə deyil. Bir şey ki, bunların bütün də father figürü Abdulmanap o boyda qanqaraslıqdan sonra Conor-u dəvət elədi ki, gəl bizdə çörək ye. Yes. Yəni ki, bunlar sülhün tərəfdarıdırlar. Bəli. So it's cool. Belə biraz tamaşaçılarımızın yüngül qanın qaraltdıq, yüngül onları düşüncələrə vadar elədik ki, bu vəziyyətdə nə etmək olar, düzgün olan nədir, bu söhbəti kim xırdalamalıdır, amma biz deyilik o adam bu dəqiqə. Biz də xırdalayarıq, belə şeymədə yox, amma ki, yəni ehtiyac yoxdur. Bir dənə də fun fact demək istəyirəm tamaşaçılarımıza. Düzdür, biraz mövzudan kənar olacaq. Sən demə, bir nömrəni 2 fərqli telefonda WhatsApp-da istifadə etmək olurmuş. What the hell? Really? Bilirdin belə bir şey? No. Həmişə çünki birindən login eləyəndə o birisindən çıxıraq. Yes. Sən dünənlərin bu telefon söhbəti danışdın məsələn. Ona görə dedim bir açın baxın, bəlkə texnologiya Marsa gelirik də, bunun həlli olar yəqin ki. Gördüm həlli var imiş. Okay. Yəni iki telefonda eyni anda normal eyni WhatsApp işlədə bilirsənmiş. Amma actually çox anormaldır öyle ya. Çünki adətən çox üzr istəyirəm, insanlar biri WhatsApp biznesi yükləyir, biri nə bilim belə şeylər eləyirlər. İndi buradan şuluq tamaşaçılarımıza demək istəyirəm ki,
sənin WhatsApp-ın başqasında da ola bilər tam və heç ruhunu da duymaz. Yes. Amma link device-da göstərir. Amma indi onu deyəsiydim ki, bir şey, amma onu hiss eləməz çox adam. Getmirsən çünki. Yes. Amma belə bir şey də deyim ki, məsələn məntiqən multiple device-da WhatsApp istifadə eləmək olur da. Kompüteri, yəni bir şey ki 3-4 dənə fərqli kompüterdə mənim WhatsApp-ım açıq ola bilər. Bəli. Yəni başqa telefon da bir. Telefon da device. Yes. So mənada ola bilər. Amma qayıdaq əsas məsələyə ki, Dağıstanlılar, yəni sözümüzün canı odur ki, bunlar əslində sülhün tərəfdarıdırlar və sülhün tərəfdarı olmaq demişkən main event. Doha, Arman Sarukyan, Bəlal Məhəmməd, ikisi biri Komeyn, biri main eventdədir. Amma Arman Sarukyan Avstraliyalıdır, New Zealandiyadır. Avstraliyadır səhv eləmirəmsə. Arman Sarukyan Rusiyalıdır. Dan Hooker New Zealandiyalı. Arman Sarukyan haralı bilinmir birincisi. Yeni Zelandiyalıdır Dan Hooker. Hindistan'da doğulub, Rusiyada yaşayır, amma ermənidir. Ermənistanı təmsil eləyir özdə plus. Və ona görə də atasında tikinti şirkəti var. Ona görə deyir ki, pul çoxdur, kərək. Bəli. Amma Ermənistanı təmsil elədiyinə görə də nə qədər biz də sülhün tərəfdarı olsaq, amma istənilən halda bu döyüşdəki əsl hooker bizim gözümüzdə elə Armandır. İncə bilmək. Yes, ingilis dili hazırlıqları üçün başqa kurslara müraciət edə bilərsiniz. Dan Hooker-dakı Avstraliyalı şeylər onun komanda yoldaşı. Yeni Zelandiyalı deyirlər. Yeni Zelandiyalı. Yeni Zelandiyalı. İsrail zad ona manyak deyir ki, bu uşaq dalaşmağı sevən bir adamdır. Şeydə məşq edirdi ola, İsrailcinin city kickboxing. Bir də ki, bu yaxınlarda tamaşaçılarımız bilmirəm, izləyirlər. Dan Hooker-ın 1 Minute Scrap adında özünün şousu var. Çox uzun istəyirəm, zənglər dayanmır. Amma canlıya qoşulmaq istəyir, amma canlı deyilik. Bu arada şeydə məşq edirdi, elə deyəsiydim ha, belə dilim sürçdü, ala dedim. Burada xırdalayan tamaşaçılarımız yazmasın ki, özündən böyüyə necə bir müraciət. I was saying elə. Flat structure-dir, hierarchy yox. Yes. Nə baş ağrıdım? Dan Hooker. Davakar oğlan. Davakar oğlanda özünün 1 Minute Scrap adında promotion var. Bilirsən onu? Məhəllədə dalaşırlar 1 minute. Bunlara da 50.000 pul verir. Reels fighting kimi. Keçən göstərmişdim, məsələn, Reel'in içində dalaşırlar. Elə bir şey. Bir dəqiqəyə qurtarmalısan. Bunlar heç nəyin içində dalaşmırlar. Yox, yığılıblar kimisə məhəlləsinə. Bir növ Masvidal. Yes. Yo, Reel'in içi dediyim, yəni Reel'də qurtarmalıdır da döyüş. Reel 1 dəqiqə olur axı. Yes. No. Zor temadır amma. Qəşəng maraqlı temadır. Yes. 1 minute scrap çünki girənlər dalaşır da heç kim bir round oxuyub, ikinci round təkrar edib, üçüncü round imtahan. Yes. Özündə bir ara əlizadə qırılmışdı Hooker'ın. Hooker eləyəndə. Yəni pis dalaşanda. Yes. Nəysə, ikincisi co-main eventimiz kimdir? Belal Muhammed vs. Ian Machado Gary. What a fight. O işi qəşəng fightdir, yes. O biri də fightdir və bu dönəmdə olmağı lap ekstra ona bir şey qatır. Çünki elə welterweightdə bu aralar belə elmi dildə desək shit show. Yes. Aləm bir-birinə deyib. Protes var. Sonra var. Morales var. Şafkat var. Bir də Ian Gary deyir ki, mən Belalı rahat udacağam, amma heç mən də. Ian Gary var. Bu qədər adam var, amma UFC çalışır ki, bu qədər bu insanlar olan yerdə title fight-a kimi çıxartsın Kamaru Usmanı. Onda da qaydalar birazdan. Yes. Gərək onda Ian Gary, Belal Muhammed. Ona görə. Ondan əvvəl o birislərdən xırda danışaq da, çox xırda. Getdikcə danışaq. Yox, bunları axırda eləyək. O birisləri deyirəm, o preliminary. Çox az deyəcəm. Birincisi, çox maraqlı bir şəkildə əziz tamaşaçılarımıza bildirmək istəyirəm ki, Şamil Qaziyev, deməli, çox yaxşı knockout power olan, amma başqa hər hansı bir bacarığını hələ ki görmədiyimiz Şamil Qaziyev ən son səhv eləmirəmsə bir məğlubiyyət olmalıdır. 14-1 Jairzinho Rozenstruka məğlub olmuşdu, amma ondan başqa qələbələri də elə KO gedir. Valdo Cortes Acosta ilə danışacağıq. Valdo Cortes Acostanın aramızda bir neçə dəfə Valdo Costa Acosta. O vaxt da belə olmuşdu elə. Yes. Deyəmirdik. Bir 3 ay ərzində 3-cü döyüşə çıxırdı o. Həqiqətən.
Çox aktiv yo. Yəni ki, hardasa nə idi? Sentyabr falan idi də o döyüşəsi idi. Sergey Pavloviçə məğlub oldu decisionla. Daha sizə bu yaxınlarda elə bir 3-4 həftə əvvəl deməli kim uddu? Ante Delajcanı nokaut elədi. Gözü çıxmış qardaşından öyrənə bilmədi. Ante Delajca davam elədi döyüşə. Daha doğrusu Acosta davam elədi və nokaut elədi. İndi isə Şamil Qaziyevlə döyüşəcək. Bu döyüş indi nə olar, nə olmaz. Yəni ki, bir maraqlı döyüş bu. Nə olar, nə olmazı qoyaq da qırağa. Bu prosto deyirəm ki. Vaxtda özü üçün döyüşçüdür, pis döyüşçüdür. Yes, Sergey Spivak kimlə döyüşür ki amma? Şamillə. Şamillə o döyüşür ki, Valdo Cortes döyüşmür. Valdo Cortes kimlənsə döyüşür amma. Amma maində yoxdur. Onda başqa kimlənsə döyüşür Valdo Cortes. Çünki onu mən announced fights-da gördüm bu günləri. Şamil Qaziyev burada. Valla bu bura bunu yazıb ha. Valdo Cortes Acosta, Şamil Qaziyev. Hə, onda hələ o şey olmayıb. Nəysə o Sergey Spivak da ola bilər, o da ola bilər onda. Çünki Wikipedia yazanda oradan info alır, yazır. So Valdo ilə, Valdo bilinmir olacaq, olmayacaq. Maybe Valdo zədələnib yerinə Spivak gəlib, ya da Spivak zədələnib yerinə Valdo gəlib. O update eləməyib ya da bu update. Sən danış, mən baxım görüm. Nəysə, bunlardan başqa bizi yaxından əlaqələndirən bir döyüş, yaxından bizləri maraqlandıran bir döyüş qardaş ölkə Türkiyənin təmsilçisi Abdurrahman Yahyayev əslən Dağıstandan sonra. Əksinə Sergey Spivak zədələnib Valdo gəlib. Çıxıbdı, Valdo gəlib. Yes. Çünki əvvəl mənə Sergey Spivak kimi yadımdaydı o döyüş, ona görə dedim. Abdurrahman Yahyayev, qardaş ölkə Türkiyənin təmsilçisi, ən son döyüşündə Dana White Contender Seriesdə rəqibini 35 saniyə ərzində nokaut edən Abdurrahman Yahyayev növbəti döyüşünə çıxır. Rəqib yenə bizlərə yaxşı tanış olan Rafael Cerqueiradır. Rafael Cerqueira da ilk döyüşündə, UFC-dəki ilk döyüşündə İbo Aslana, elə İbo Aslanın da UFC-də ilk döyüşü idi. Deməli, 51 saniyə nokaut olmuşdu, ilk məğlubiyyətini almışdı. Cortes Acosta. Sergey Spivakla Pavloviçə uzub amma. Pavloviçə decisionla uzub da, yes. İyunun 7-sində dalaşıb. Vay. Pavloviçə. Bu il 5-ci döyüş olacaq. Bu il, nə? Son 3 ayda 3-cü döyüş falan deyə amma. Avqustun 23-ü dalaşıb, iyunun 7-si, avqustun 23-ü, noyabrın 1-i, bir də indi. Wow. Noyabrın 1-i və indi is crazy. Especially heavyweight-də. Və damage almışdı. That's the thing. Knockout olurdu dostlar. Birinci roundda knockout edib. Knockout olurdu da. Pavloviçə, yoxsa? Yox, Delajcaya. Knockout olurdu, hətta oldu, hakim saxladı, məlum oldu ki, gözə barmaq girib, davam elədi, knockout elədi. Belə bir şey, yəni damage alıb, o mənada deyirəm. Başa düşdüm ya. Məsələn, Ngannunu qoy gündə dalaşar, hamı 10 saniyə nokaut eləyir. I get it. Amma Joshua ilə şeydə dalaşırsınız bildiyin. Joshua ilə Jake Paul, yes. O döyüşün şeyini də oxudum mən, qayda qanununu. 3 dəqiqəlik 8 raunddur. 235 poundu keçə bilməz, ya da 45 poundu keçənməz Joshua. Belə okeydir. Rəsmi fight kimi sayılacaq. Exhibition deyil. Pro rekorda gedəcək. Məncə açığı draw olacaq odursa. Ya da ki decisiondan Joshua olacaq. Yəni çox KO eləyəcəyini sanmıram. O da yəqin ki var, çünki kontraktda bizə demirlər ki KO eləmə. Abdurrahman Yahyayev Rafael Cerqueira ilə daşlar. Rafael Cerqueira deməli İbo Aslana məğlub olmuşdu ən son. Döyüş elə başlayan kimi İbo Aslan çox qısa müddətdə 32 zərbəlik kombinasiya ilə məğlub eləmişdi Cerqueiranı. Mənə elə gəlir ki, burada da elə Yahyayev də o məğlub edəcək. Ondan sonra 2 dənə daha məğlubiyyət aldı Cerqueira. Bu məğlubiyyətlə də yəqin ki UFC-dən göndəriləcək. Amma çox da pis döyüşçü deyil, sadəcə qabağına biraz pis rəqiblər çıxır. Bundan başqa yenə bizləri maraqlandıran bir döyüş. Tagirdən başqa görüm varmı? Məncə bir dənə daha var idi. Yes. Bizləri daha coğrafi olaraq, yenə bizi iki tərəfli coğrafi olaraq özdə Behzad Almaxanla kim döyüşür? Alexandre Topuria. Doğrudan. Yes. Bu da bizləri coğrafi olaraq iki tərəfli. Biri Qafqazdan canımız, ciyərimiz Qafqaz xalqı kimi, yəni bir Qafqaziya seymində onlarla bir yerdə olmuşuq. SSR-də bir yerdə olmuşuq. Biri isə Türk xalqı, yenə canımız ciyər, yenə SSR-də bir yerdə olduğumuz Behzad Almaxan. Behzad Almaxanı biz xatırlayırıq, yeganə məğlubiyyətini səbəbimizə UFC-də almışdı Umardan. Amma
heç varlıq göstərənməmişdi. Hakimlər 30-26, 30-25 qələbələr vermişdilər Umara. Ona görə topu yanında Wrestle Duck eləyə biləcək. Mənim maraqlıdır, sözü yenə keçəcəm. Üzr istəyirəm də, yəni məndə. Okay. Topuria niyə bu qədər az dalaşır, məndən başa düşmürəm. Orada nəsə problem var. Qardaşına kömək edir məncə. No. Vallahi elə bir tema var axı qardaş. O özünüz də intervyuda demişdi ki, mənim əsas bu qardaşı yüksəltməkdir. Yaşı da var, yəni 29 yaşı var. Daha böyükdür onsuz da Topuria'dan. Qardaşına kömək elədiyində, qardaşına kömək elədə yenə. Necə ki? Yox da yəqin işi gücü var da o mənada. Yəni pastayanı onunla sparlardadır, bütün diqqəti o tərəfdədir, yəni o mənada. İkinci döyüşünə çıxır UFC-də. Yes, birinci də amma bu il idi də ya. İkinci döyüşünü yenə bu il idi. 9-unda, amma çox keçir də yəni. Hə də, actually yes. Daha tez-tez dalaşa bilər, I agree. Məncə amma özü də o səviyyədə olmadığının fərqindədir. O bu dəqiqə çempionluğa. Yox, yəni çempionluğa çalışmır bəlkə də bu nöqtədə. Bu nöqtədə məncə çempionluğa çalışmır. Hələ inkişaf eləməyə çalışır deyirsən, yoxsa ümumiyyətlə? Ümumiyyətlə çalışmır məncə, çıxır döyüş. Deyir ki, yəni başım buraxaq da burada ikimiz bir yerdə İlyanı build eləmək daha önəmlidir. 29 yaşında hələ də inkişaf eləməyə nəyə çalışsın ki, yəni? Mən amma onun döyüşü sənə deyim qəşəng idi. Amma o bir ara atıb gedib, boksu, hər şey zor idi. Atıb gedib İlyaya neçə kömək eləyib təzədən qayıdıb o. O əvvəllər döyüşürmüş, sonra başım. Kömək elə də, yəni deyirəm, spar eləmir, sən də çıx döyüş, mən də çıxım döyüşümdə yəni. Başa düşdüm, amma yəqin ki, məsələn, orada elə bir şey var ki, bütün game plan kömək eləməyib yəni. İslam Xəbibgili amma timdir də onlar. Bunlar məncə məsələn İspaniyadan döyüşçü də çıxmır da. Məncə bunlar elə bir onun həmişə sparring partneri olaraq qalıb kimi gəlir mənə. Bilmirəm. Amma elə eyni Topuria kimi dalaşır sözünə çıxır. Yes. Stylını demirəm onun kimi deadly deyil, amma boksu çox qəşəngdir. Suplex atmışdı, qardaşı da birinci döyüşündə atmasın. Məncə udacaq o, yəni bu dəfə də heavy favorite yəqin ki. Amma Behzat yəni zəif rəqib deyil. Bir məğlubiyyəti var elə cəmi səfərimsə. Güləşi var, Umara qarşı istifadə eləyə bilməmişdi. Var amma yes, güləş backgroundundan gəlir. Bizi digər maraqlandıran döyüş hansı idi? Tagir Ulanbekov. Bəli. Tagir Ulanbekov Kyoji Horiguchi ilə döyüşəcək. Kyoji barədə yoxsa Tagir yoxsa döyüş barədə? Hə, Horiguchi barədə əməli danışmışıq. Rəhmətli Horiguchi deməli əvvəllər UFC-də olub, çox əvvəllər UFC-də döyüşürdü. Məğlub olub yenə rəhmətli DJ-yə. Bayaq elə yox olmayıblar, yox. DJ-yə məğlub oldu. Yeganə məğlubiyyəti DJ-yə idi onsuz da. UFC title'ı uğrunda DJ-yə məğlub olmuşdu. UFC-də 8 döyüşü var idi. Hələ də 8 döyüşü var ondan sonra qalib. Həmin 8 döyüşün 7-sində qalib gəlib, bir dənə DJ-yə məğlub olub. Sonra çıxdı UFC-dən, da bilmirəm harasa getdi. Axır Rizində end-up elədi, orada döyüşdü, burada döyüşdü. Karyerasının bir nöqtəsində 28-2-yə gəldi. Kai Asakura'ya qarşı qələbə qazandı, Rizinin çempionu oldu falan. Ondan sonra düşüşə başladı. Hal-hazırda səhv eləmirəmsə 34-5-dir. Yəni 34-5 pis deyil, amma 28-2-dən 34-5-ə tamaşaçılarımız hesablasa görər ki, son 10 fight biraz qanqaraslıqdır. Son 5 fightında səhv eləmirəmsə 6 fightında 5 qələbə, 1 drawsu olmalıdır. NC draw yox. Onda təzədən bir strike'dır. Yes. Amma 35 yaşı var. Biraz problem nədir məncə Horiguchi-də? Yaş bir problemdir. Flyweight üçün 35 yaş əlavə bir problemdir. Amma digər bir məsələ olaraq da çox döyüşüb. Elə bir şey də var axı. Mileage çoxdur. Hə, mileage çoxdur Ayson. Amma ona görə bir də onun haqqında bəyənmədiyim 2 dənə bilgi. Mən məsələn fikirləşərdim ki, 100% Tagiri udar, amma bir problemi var, 2 dənə problemi var daha doğrusu. Birincisi odur ki, Asakura'ya məğlub olub. Qalib gələndən sonra kəməri verdi Asakura'ya. Asakura'ya uduzan adama biz Asakura'nı UFC-də görəndən sonra istər-istəməz Pantoja boğda atdı, sonra o birisi kim idi? Jim Miller idi də deyəsən, yoxsa yox? Jim Miller idi, yoxsa yox, Jim Miller deyildi. Balaca qaqaş. Yes, o bu arada Tagiri də udub, decision'dan. O qaqaş bu arada Tagiri də udub. Tim Elliott, exactly. Tim Elliott da onu boğda atdı. O döyüşlərdən sonra mən, yəni ki, Kai Sakura'ya kimsə uduzubsa onu çox question edirəm də, first of all.
Və digər bir problemi də nədir? Daha dəhşətli bir problem. Patchy Mixə də uduzub. Ay. Yəni karyera gör necə düşüşdədirsə, Patchy Mixə uduzursansa məncə həyatı question eləməlisən. Yəni Patchy Mixə də uduzmaq da yəni bu Head'in tərpədə bilmir, defense yadından çıxıb. Yeri kimi müdafiə olunur, amma yeri kimi hücumu yoxdur. Den yeri getdi buradan, yəni bu. Burada sən heç nə. Ona görə çox köhnə günlərinə qayıtmasa, bir anlıq flashback yaşamasa Horiguchi. Yəqin ki, Tacir elə onu ground and pound, nə bilim nə, bu şəkildə 3 round yerdə saxlayaraq, Tacir üçün ki, hələ yetişməyib submission və yaxud da ki, knockout baxımından. Amma yerdə saxlayıb uda bilir. Bu şəkildə Tacir uda bilər. Tacir udandan sonra da məncə artıq Tacirə daha yüksək rank rəqiblər verə-verə Tacirə artıq kəmərə çıxartmağın vaxtıdır. Neçə döyüşdə udur da, yəni bəs day. Flyweight. Belə. Bunlar belə, axır bunlardan danışdıq, qurtardıq. Məncə yetər artıq bu qədər bilgi verdiyimiz. Digər döyüşçülərimizə də tamaşaçılarımız həm bizim səhifəmizdən baxıb bizi izləyə bilərlər, döyüşləri də bilmək istəyirlərsə Google-dan baxa bilərlər. Biz keçək co-main eventimizə. Co-main eventdə köhnə çempion, 0 defensi olan, amma ilk defensində çox da yuxarı olmayan fight IQ göstərdiyinə görə 0 defensi olan Belal Forget the Name Muhammed, rəqib isə Ian Machado Geri. Ian Machado Geri bildiyimiz kimi dil olaraq Portuqaliyanı, milliyyət olaraqsa İrlandiyanı təmsil eləyir. Belal Muhammed isə Fələstini təmsil eləyir, amma digər bütün Fələstini təmsil eləyən və Fələstini dəstəkləyən digər bütün Amerikan döyüşçüləri kimi o da Amerikandır, Fələstində heç vaxtı olmayıb. Amerikada doğulub, böyüyüb, əlaqəsi yoxdur, amma Fələstini təmsil eləyir və dəstəkləyir. Belə, Belal köhnə çempionu nə də olsa, çox uzun müddətdir unbeaten streakdən gəlirdi. 10 fight'a yaxın bir unbeaten streaki var idi onun. Ağır güləşçidir, həmişə. Amma güləşi clinch güləşinə dayanır. Heç vaxtı fikir versən Belal belə kiməsə girib, ayağının altını demirəm, ümumiyyətlə, try eləmir yəni. Girib yıxmağa heç vaxt try eləmir. Belalın ki, həmişə odur ki, məsafə bağlansın, bir tər, hə, Allah, qurban olum, necəsə clinch olsun. Ondan sonra trip eləyərəm, yox, judo da yoxdur axı. Belə yavaş-yavaş, belə süzülərəm aşağı. Çox qəribə bir, slimy bir wrestlingi var ona fikir. Bir tər belə yıxıla, ayaqdan tutub, qucaqlayıb, necəsə yıxaram. Qismət olsa kimi bir şey. Amma onu məncə JDM yaxşı çözdü. Amma indi bu döyüşdə gördük ki, Belal there is levels to this. Belal o döyülmüş çox da. JDM çözdü də onu. JDM çözdü. Onun Belal elə bir ki, onu keçən dəfə gözəl bir phrase öyrətdi. Yenə tamaşaçılarımız yazmaqdan da bütün inbox olub ki, ingiliscə hazırlıqları ha vaxtı. One trick pony. Elə bir phrase elə. One trick pony kimi gəlir mənə. Əlləri var da, Canelo hands. Two trick pony. Amma yəni çox da yəni ki, o boksu xaricində, Maksına da çatıbdı məncə. Bundan o tərəfə Belal gedəsidir. Level olaraq, yes. Ona görə indi Ian Geridə əslində belə baxsaq, yaxşı döyüşlərdə olub, Şafqatla dalaşıb yəni. Yes, və yeganə məğlubiyyəti Şafqat 3-2. 3-2 daha doğrusu, 3-2 5 raundluq dalaşıblar və gözəl də 3-2 də, yəni nə olsun yes. Yəni. Udurdu özdə 5-ci. Ona qədər hamını finish eləmişdi, 3-2 amma uduzdu, eyb yox. Amma yaxşı mübarizə apardı. Sonra kim udub? Kimi udub? MVP Pratesi udub, MVP-ni udub. Çox önəmli rəqiblər udub. Nə bilim mən, kim udub? Ondan sonrakilər o səviyyədə deyil, amma yəni Pratesdən MVP məncə... Pratesdən recent udan odur, yəni yox. Pratesin UFC-dəki yeganə məğlubiyyəti odur. Ian Geri'dir. 11 fight. Ian Geri strikerdir. Strikerdir, amma gedib şeydə məşq edir axı, yoldaşına buradan salamlar göndərir. Leyla Geri. Gedib əsas vaxtını Braziliyada keçirir də, səhv eləmirəmsə. Yes. Nədir onların ciminin adı? Shuta Box. Shuta Boxing-də. Orada da kimlərlə oturur? Oliveira Gil, favela aşağıları ilə də. Oturur və jiu-jitsu da inkişaf edir. Özü də ki belə
öyrənməyə açıq uşaqdır. Yes. Jiu-jitsu onun əməli, yəni ki, şəfqəti çox çətin vəziyyətdə salmışdı. Az qala oturdu. Belində oturduğu vaxtlar var. Yes, yes. Ona görə Ian Gary məncə üzü yuxarıdır, Belal Muhammed üzü aşağı. Ian Gary ümumiyyətlə mən o mənada xoşuma gəlir ki, Ian Gary mən Prateslə döyüşünə onun dünən baxdım. Bu zamanında canlı baxmışdım, ondan sonra baxmamışdım. Canlı yəni getmişdi. Canlı getmişdim, yes. Mən belə tez-tez imkan olduqca, indi vizamızda o vaxtı var idi, imkan olduqca UFC döyüşlərinə getməyə çalışıram. O döyüş həm atmosfer, stadion, onlar ayrı. Dana White, ben arxa hələ ki o qabaq şeyə yox idi, o dolmuşdu oralar. Mən biraz arxa sektordan almışdım. Amma yəni Ian Gary Prateslə demək olar ki, ayaqda döyüşdü. Bəli. Bir neçə dəfə yerə aldı Pratesi, o ayrı. Amma qəşəng döyüş oldu bu arada. İlk 3 raund Gary, son 2 raund Prates şəklində oldu. Hakimlərin biri elə verdi. Digər hakimlər isə 4 raundu geriyə verdilər. Which I think that was true. 4 raund məncə geri idi. 5-ci round it was all Prates. Maybe it could have been 10-8 round as well. Amma bunlar hamısı öz yerində. Ian Gary'nin mənə ən çox fascinated, yəni hissəsi oldu ki, Prateslə ayaqda döyüşdü. Bəli. Which is insane, ya. Insane deyil, çünki ikisi də strikerdir. İkisi də strikerdir. Yəni Prateslə ayaqda still, yəni striker olsan da riskli yaxşı axı. strikerdir. Ya demək ki, yaxşı strikerdir, aysa. Pratesi ilk raundlarda əməlli 14-6, nə bilim 25, belə şeylərə, yəni. Double girib. Hə, sonradan orada məsələn indi bir şeyində mən Ian Gary'nin appreciate eləyəcəm. Digər bir məsələsi də o idi ki, çox yaxşı bir şəkildə orada bir xanım kommentator var idi, onu qeyd elədi, ondan sonra mən fikir verdim. Çox yaxşı bir şəkildə Pratesin aktiv kombinasiyalarını kəsirdi. Prates nə vaxt ki döyüşü deməli daha dogfight-a çevirməyə çalışır, o anda Pratesə takedown eləyirdi. Takedownların da çox böyük hissəsini Prates defend elədiyi söz onda yox. Amma Pratesə həmişə göstərdi ki, there is this danger. Pastayanlı takedown gələ bilər. Və Ian Gary striker double-leri girir, hədə neynəsin? Hə. Və bəzən də tutundurur. Yes. Yəni onu girməyi özü Pratesi çaşdırır ki, həmişə o keçən dəfəki verişdə dedi, ondan sonra getdim baxdım mən ona. Dustin demişdi onu İslam haqqında. Dustin İslam haqqında deyib ki, he made me look like a worse boxer. Worse, yes. Boxer şeyə görə deyir. Həmişə deyir takedown təhlükəsinə görə ayağını yaxşı yerə basa bilmirsən. Ayağını indi sən yaxşı bilərsən. Yerə sərt basmasan yumruqlar bəlkə olmur axı. Siqareti söndürməsən yerdə. O şey kimi. Hə, ayağı yerə sərt basanmırsan deyir. Çünki həmişə light olmalısan ki, bu dəqiqə takedown gələ bilər. Yəni o təhlükəni həmişə göstərməyi Pratesə döyüş almağına kömək elədi. Çox məncə fight IQ olaraq, yəni ki, top bir döyüşçüdür də. Və o fight IQ-su olmağı üçün də yetərli skill seti var. Bəli. Ya belə mən heç güləşi bilmirəm, IQ-m neçədə onu kömək eləmir axı. Yes, çox yaxşı strikerdir və Belalı belə uzaqda saxlayıb yavaş-yavaş döyəsidir, mənə elə gəlir. Mənə də elə gəlir. 5 round, 3 round. 3 rounddur məncə, yes. Bilmirəm dəqiq, amma 3 olar. 3 round. Belal neynəməli? Belal bunu uzaqda dalaşa bilməz Belal, düzdürmü? Bir dənə yol var, sıxsın cage'in qırağına oradan. Yumruq zat dəyməz ona heç. No. Yox. Richie də ancaq wrestler elə. Richie çox olur. Richie elə Belalın özü boydadır. Belaldan çox olar Richie, yes. Sən söhbəti verə. Yoxdursa bir 4 inç. Amma Belalın qolları uzundur. Söhbəti verə də can. Hə. Ona görə mən Belalın cornerində olsam çalış nə qədərdir? 188 Ian Gary, 183 Belal. Ha, yaxındılar. Yaxındılar, amma yəni Ian Gary o Richie-ni yaxşı da istifadə edir. Yes, bir də təpik söhbətdə var da. Belə bir şey də deyim. Bir iş söhbəti çıxıb, dəzəyi eşitdim. No. O məncə o qədər relate. Kömək eləyər, amma kicklə zatla saxlayacaq, eşkərib yaxın düşməsin. O indi legi o qədər aktiv istifadə eləyənmirsən də, ona görə deyirəm relate. İyan eləyir də ona görə. Hə, okey. Yəni əllə belə Richin şeyi nədir ki, saxladım səni məsafədə. Legdə belə eləyənmirsən də, yəni. Onu nəzərdə tuturam. Əl qədər effektiv istifadə eləyənmirsən. Ona görə Belalın cornerində olsaq heç nə. Sıx, təzyiq, pressure. Küncə sıx, slime, sürüş biraz bəlkə götürərsən. Başqa heç bir şansı yoxdur yəni. Belə submit eləməyəsidir məncə sözün açığı. Yəni açığı belə danışdıqca Belalın
knockout eləməyəcək, submit eləməyəcək. Belal submit eləmirək onsuz da. Belal ancaq decision-dur. Decision-la udmağı da ki, nə eləməlidir ki, decision-dan üçün. Gərək takedown eləyib üstündə otursun 3 round. Hə, onu eləyə bilər. Ya da ki, kontrol eləsin. Yes, amma... Yəni, takedown eləməsin, qəfəsin qırağında kontrol eləsin, onu necə də tuturam. Nə görənmirəm. Mən də görənmirəm, heç görənmirəm. Və Ian Gary'nin cornerində də ki, wrestle-da məncə özlərini rahat hiss eləyəcəklər ki, if it get, yəni əgər elə bir epizodu varsa ki, biz wrestle olmağa defend eləməliyik, eləyəcək və striking-lə bu idi havayla yeri gəlmişim dedim burada. Yes. Döyüşçü qaqaş. Yox, döyüşçü qaqaş. Ən yaxşı döyüşçü qaqaş. Ən yaxşısı buydu. Yes. Bəs, wrestle-ını belə defensi yaxşı olacaq, striking-lə, leg kick, meg kick, nə bilim, belə şeylərlə, çalan calf kick gözləyirəm, tip kick gözləyirəm, high kick gözləyirəm. Kick gözləyirsən də var. Kick gözləyirəm də, çalan kick gözləyirəm. Heç yaxınlaşıb iyrəncləşdirməyə də ehtiyac yoxdur. Məncə bir-iki dəfə Belal takedown-ı try edəcək, alınmayacaq, sonra ayaqüstü döyüləcək. Ondan da Belalın karyerası bitəcək. Məncə Belal ümumiyyətlə yaxınlar. Mən açığı kickdən çox yumruq gözləyirəm. Orada da necə bir şey var? Ben indi baxdım Yangeri 188 idi, 185 idi, nə idi baxdığımız indi. Riçinə təəccübləndim. Belə bir şey deyim. Riçi Yangerinin Riçi, yox, Carlos Pratesin Riçi 198 santıdır. 198. 188 dedim ben. 108, yox, Carlos Pratesin. İndi yəni Yangeri bundan kind of significantly az bir riçə sahibdir ya. Onunla belə o döyüşə baxanda, o döyüşə indi vaxtında baxmaq işte dünənləri mən bir də oturdum baxdım. Amma o döyüşdə Yangeri ilə döyüşdə adama elə gəlir ki, Yangerinin riçi daha çoxdur. Yəni distance elə yaxşı kontrol edir ki, özünə lazım olanda cəblərini 30 durur, nə bilim də, yəni hamısını 30 durur özünə lazım olanda və Pratezin bütün vurduğu zərbələr içəri girib vurduğu zərbələr idi. Qalırsan ki, yəni Riçin 10 santı çox ola, içəri girməli olursan. Think about it. Pratezin döyüşü yadıma düşdü ki, yəni demək ki, bu məsafəni o qədər gözləməyib də ki, bu qədər məsafəni cover eləyər. Yes. Hədə 2 metr məsafə cover eləyir də yəni. Və 198, yəni belə kimi. Leon elə 188 idi. Elə? Bu 185 idi. Nəsə də yəni Leon 188 idi baxmışdım. Nəysə. Yəni ki, ona görə mənə elə gəlir ki, Yangeri çox o qədər yaxşı distance managementə sahibdir ki, Prates kimi adamla döyüşən tamaşaçılar da ondan sonra açsınlar məncə döyüşə bir də baxsınlar. Orada diqqət eləyərlər ki, Pratesin o qədər daha yüksək riçi olmağına baxmayaraq Yangeri döyüşü elə göstərir ki, elə bir çox riçi olan Yangeridir. Yəni ona görə mənə elə gəlir ki, Yangeri məsafəni saxlayacaq və wrestling üçündə Yangeri gedə. Yes, exactly. O cür məsafəni saxlayacaq. O da güləş üçün də çox negativ bir şeydir. Yəni onu yerə almaq da çətin olur axı. Amma Yangeri üçün bir məsələ nədir? Məncə ən önəmli testdir bu döyüş onun üçün. Yangeri mən xatırladığım qədərilə yaxşı bir wrestlerlə döyüşməyib. Bəli. Döyüşdüyü adamlar hamısı. Yangeri özü wrestle eləyən adam. Hə, döyüşlərdə Yangeri cəmaatı takedown eləyən adam olub həmişə. Yes. İndi yəni bunu takedown eləmək, özü takedown dangerına qarşı döyüşəcək. It's gonna be his first time in that sense, bu levelda. O mənada onun üçün önəmli bir imtahandır. Məncə bu ayda bu imtahanı versə, geçsin də yəni. Amma 3 round olmağı Yangerinin favori nədir? Favori nədir, yes. Çünki o strikingi biraz İsrail kimidir, çox elə Conor kimi İsrail kimi, çox sharp shooterdır da elə bir. Yes. Çox belə o fast twitch muscle deyirlər, qəflətən vurur, onu da çox 5 round eləyə bilmirsən. Yes. Get-gedə o azalır, onun barıtı azalır. Və crazy accurate-dir by the way. Yes, çox accurate. Qəşəng bir knockout var, belə çəkilir. Bam. Yadındadır. Şeylə, Prateslə döyüşdə 72% accuracy var idi. 5-ci raundda, bir axırdakı son accuracy-ni bilmədim, amma yes, it was insane. Ona görə Ian Gary, yəni Belal yenə deyirəm, bu döyüşdə takedown eləyib belə bir şey demək istəyirəm. Ancaq deyir ki, Devil'a da öz düzünü verək də.
Bəlal onu yerə alsa, misal üçün, onun yerdən qalxmaq biraz problem olacaq. 100%. Yes. Çünki o uzundur, o belə balanssız adı çətindir. Yes. Ona görə qəliz məsələ olacaq. Bəlalın da yəqin ki, işi ancaq ondan ibarət olacaq ki, bunu bir təhər yerə alır. Yes. Yerə alsa, Bəlal tek şeyi var amma, ground and pound'u var. Bəlalın ancaq yerdə saxlamağı var, yes. Amma saxlaya bilir, yes. Saxlaya bilir. Yerə alsa çətin durar oradan. 100%. Yes. Bir çətin, prosta orada yerə almağında mənə narahat gördüyüm odur ki, Bəlalın yerə almaq stili klinçi də qəfəsin qırağında klinç. Çünki o judo thronu da eləyənmir. Qəfəsin qırağında klinç eləyib yavaş-yavaş aşağıya doğru kral eləyərək ayaqlarından dartmaq. O hissəsi Ian Geriyə qarşı çətin olacaq məncə. Yerə alandan sonra saxlaya biləcəyi mənə də inandırıcı gəlir. Yerə almağı mənə çətin gəlir, çünki orada bir power sözünü deyəcək. Ian Geri is a big guy da, yəni həm də güclüdür. Orada məncə klinç vəziyyətindən tez o hip rotate edib çıxa bilər, yəni qəfəsdən qırağa. JD ancaq onu eləyir. Bütün klinçlərə girən kimi diz hip rotate çıxdı aradan. Əslində JDM göstərib də elə ki, bunu takedown. Onu da məşq eləmiş olar. Yes, mənə biraz elə gəlir ki, o mənada Bəlalın çox az görürəm şansını. Onda nə deyirsən bu döyüşün son nəticəsi olaraq? Son nəticəsi olaraq mən 30-27, 29-28 decisiondan, yes. Mən biraz bunu götürəcəm, qabağa aparacam. Mən TK'ya deyirəm, Ian Geri 2-ci round. Interesting. Gedər. Baxaram da, gedər. No, çox crazy-dir. Keçən nightda by the way 3 dənə döyüşü UFC 5-də. Burada yox, burada mən submission demişdim. UFC 5-də bizim bir biri var, ona salam deyirik. O İslam'a decision demişdi. İslam decision, Valentina decision, Prates second round KO. Prates'in bütün döyüşlərin şeyinə qədər tuzdururuq. Birinci round. KO'nu da tuzdururuq. As if submission olur. Round'un da tuzdururuq. Every time. 2 oldu bu. Mis. Salam göndəririk. Valentina. Belə. Keçək final döyüşünə. Yes. Main event Doha. Bu həftə sonu 6-cı gündür də. 6-cı gün axşam özləri gözəl vaxtdadır ki. 7 PM-də prelims başlayır, 10 PM-də də o birisi başlayır. Gecə 1-də qutaracaq. Başladı və gəldik əsas döyüşlərə. Əsas döyüşə Arman Sarukyan kimə qarşı? Dan Hooker'a qarşı. Yes. Sözün açığı mən məclis açmaq istəyirəm bir xurma ilə burada ki, bu Dan Hooker'ın başı üçün deyil, sözün açığı. Mənə də elə gəlir. Yəni Dan Hooker'a mən belə eləyərəm. Mənə elə gəlir ki, o bir dənə söz var, wrestle duck. Yes. Arman Hooker'ı wrestle duck eləyəcək. Definitely, yes. Onu özü İslam da göstərdi ki, bu eləyə bilmir onu. Heç o deyil. Və ayaq üstə də heç dalaşmayacaq. Məncə submit eləyə bilmirəm Arman çox. Ground pound eləyə bilər yaxşı. Ground pound eləyər və onun yerdən qalxmağı da qəriz məsələ. O araq uzun uşaqda çətin dura yerdən. Ona görə açığı mənə elə gəlir ki, çox sadə bir döyüş olacaq bu döyüş. Bu döyüş Dan Hooker'ın title fight almaq üçün deyil. Bu döyüş Armana punishment kimidir ki, o vaxt niyə çəkin itirmişdi. Yes. Biraz da şey üçündür amma Arman İlyanı daha da parlatmaq üçündür. Təbii ki də, yes. İndi həmin vaxtda İlya kimlənsə dalaşarmı, dalaşmazmı? Mənim açığı bu döyüş barədə ən böyük gözləntim və istəyim nədir? İndi burada vətən məsələsini, vətənpərvərliyi falan olarkən professional baxımdan danışıram da. Odur ki, ya bir UFC fanı kimi. Arman istəyərəm ki, birinci raundda mı, ən tez şəkildə onu finish eləsin. Ən tez. Və İlyanı da kimə ki fikirləşirdilər, başını buraxsınlar, elə versinlər Armana. Ki, yəni Arman dəmici almasın, yəni şey olmasın da ki, Armana da bir 6 ay lazımdır özünə gəlsin, o vaxta qədər İlya döyüşdü, elə olmasın. Elə Arman bunu ehsab şəkildə finish eləsin ki, oradan da dursun, call out eləsin ki, qardaş, demirsən, məsələn, yanvarda dalaşıram, davay, yanvarda elə dalaşaq, I am ready. Belə bir şey istəyirəm mən. Məncə perfect ssenari o olar, tamaşaçılar üçün. Bu dəqiqə məncə real UFC fanlarının həqiqətən də lightweightdən, İslamdan sonra da görmək istədiyi döyüş İlya Armandır. Heç kəs. Ancaq başqa heç bir şey görmək istəmir. Arman elə İslam özü də həmişə deyirdi ki, Arman ən layiqli rəqib. Yes.
Ona görə burada ancaq Arman Ya İlyaya qədər də, çünki yəni o Justin Gage dalaşsın o vaxta qədər İlya ilə, nə bilim Paddy dalaşsın, yox. Paddy mənim başımıraq da, Paddy nakavt edib göndərəcək. Yes, Arman. Arman, bir dənə layiqli rəqib orada Armandır. Yəni yenə deyirik də ki, bu milliyyətçilik zadı kənara professional döyüşdən danışırıq. Arman ona görə məncə çox asan tutacaq Daniel sözünü açıqlar və çalışacaq əslində məncə tez bitirsin. Ki, yəni şey kimi olsun, ki, yəni ehtiyac yoxdur qardaş, mən 6 ay off zad götürmək lazımdır. Sözün açığı. Məncə İlyanın növbəti döyüşünü anons eləməməklərinin səbəbi elə budur. Ki, görə bu döyüşün nəticəsi necə olacaq. O ay 5 raunda getdi, 50-45-lə deyəcək qardaş, Paddy Pimblett hazırda burada cash. Apar bunu bas Avropada bir yerə, pul zibil kimi. Özdə pay-per-view da yoxdur, apar yıxamsın Paramount'da, nə bilim nə. Hə? Arman İlya UFC Baku'da isə. Gedər. Həqiqi amma onların zonasında olan tək UFC Baku'da axı. Yəni ki, Ermənistan, Azərbaycan, Gürcüstan, Qafqaz zonası, burada bir dənə UFC. Politik bir şey də olar biz tərəfdən. Biz bir addım olar. Hədə bu dəqiqə bizim nə problemimiz var ki? Problemi olar eləsin ki. Problemimiz Zəngəzur dəhlizidir. Onu da həll elədik də amma. Yox, yəni o biraz artıqdır amma. Bir də İrəvandır da yəni. Yes. Amma yəni rəsmi özümüzün olan bütün tərəfləri həll elədik, min şükür. Naxçıvana çıxışı da həll elədik. Yəni bu dəqiqə məncə dövlətin də marağınadır ki, ölkələr arası yaxınçılıq da, yəni bu nə qədər. Onların da marağınadır, aysalda hamının marağınadır ki, bu polemika getdikcə daha yaxşıya getsin. Ona görə UFC bax burada. Təbii ki, heç nə unudulmur, heç nə yaddan çıxmır. Amma onların hansısa biz 18-ci ildə elədiklərini də unutmuruq. Söhbət ondan getmir, yəni. Amma indi neynəmək olar? Təbii ki. Unutmadan neynəmək olar? Yəni o mənada. Maraqlı olar. Neynəmək olar? Bunlardan biri nədir? Bakıda döyüşdürmək. Title fight, yes. Orada da Arman knockout olsun, çünki unutmuruq. Təbii. Stil tərəfdarı deyilik yəni. Amma yəni gəlsin burada bir knockout olsun da yəni. Gözümüzün qabağında olsun. Gözümüzün qabağında olsun, yes. Necə ki onun bütün tanışları. Amma bir şey də yenə deyir. Bütün tanışları noyabrın 8-i Şuşada knockout olublar, bütün qohum əqrəbəsi, nə bilim də yəni Zəngilanda knockout olublar, necə ki, nə bilim bütün rayonlarda knockout olublar. Özü də gəlsin bir dənə Bakıda knockout olsun. Bəli. Amma bir şey də yenə professional döyüşə qayıtsaq, Arman yəni bacarıqları baxımından düzdür, strikingi çox zəifdir. Yaxşı əks kiki var. Oradan belə balta kimi qoyur, heç bir işə yaramayan əks kiki. Striking